Bu gözəl Göyçək qızı tanımayanınız yoxdur məncə. Necəsiniz? Xoş gəlmisiniz. Çox təşəkkür edirəm. Xoş gəldiniz. Deməli Vəfa xanıma 20 gün olardı. 20 gün öncə qəşəng botoks eləmişik, full botoks, magic botoks. Ondan sonra qəşəng üz incəltmələr eləmişik. Üzün aşağı 1/3-nin incəldilməsi və liftingi, masiyata proseduru eləmişik. Nə komplimentlər eşitdiniz? Mən əslində özüm kompleksliyəm. Nədən kompleksliydim ən son? Üzümün böyük olmağı məni narahat edirdi və bunu ətrafında mənə deyirdi. Mən gəldim ki, Reyna xanım, sizdəki kimi balaca üz istəyirəm. Bu dəfə biraz da incəldəcəyik, səhv etmirəmsə. Yaxşıdır ki, kənardan xanımlardan da eşidirəm ki, artıq həvəf balacalaşdı, köhnə üzvə qayıdırsan. Bilmirəm nədən olmuşdu, nəyi yanlış eləmişdim. Üzümdə biraz şiş görünürdü, böyük görünürdü. Bəzən səhər uyanırdım, çox su yolurdum, bilmirəm nə olurdu. Amma